Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu günləri mən günlərlə qalsa da bayatlamayan, çox ləzzətli, kövrək, ağızda əriyən duzlu peçenyalar hazırlayıram. Keçək hazırlanma qaydasına. Bunun üçün 1 ədəd yumurta, deməli ağını xəmir üçün istifadə edirəm, sarısını saxlayıram peçenyaların üzərinə istifadə etmək üçün. 125 qram kərə yağı, 1 xörək qaşığı şəkər pudrası, 2 çay qaşığı duz, 2 çay qaşığı çörək otu, yarım stəkan, armudu stəkanla yarım stəkan duru yağ, 1 xörək qaşığı sirkə, sirkənin fərqi yoxdur, alma sirkəsi olsun və yaxud üzüm sirkəsi, 1 paketdə qabartma tozu. Bunları qarışdırıram. Kərə yağı burada yumuşaqdır, çox möhkəm deyil. Biraz qarışdırsanız kifayət eləyir. Daha sonra üzərinə unu əlavə edirəm, hissə-hissə xəmir yoğururam. Mən burada 3 stəkan un götürmüşəm, əllərdən keçirtmişəm. Əziz xanımlar, qeyd edeyim ki, siz əgər unun ölçüsünü stəkanla götürsəniz, əvvəlcə unu ayırıb, daha sonra əllərdən keçirin. Yəni əvvəlcədən unu ələkdən keçirib daha sonra stəkanla götürsəniz, o zaman un az olur. Odur ki, əvvəlcədən unu ayırıb, daha sonra ələkdən keçirtmək lazımdır. Mən burada 3 stəkan unu ələkdən keçirtmişəm və bütünlükdə unun hamısı bu xəmirə istifadə olunur. Xəmiri yoğururam. Çox gözəl, yumuşaq, yağlı xəmir alınır. Xəmiri yoğurduqdan sonra heç gözlətmədən hissələri ayırıb peçenyaları hazırlayıram. Yəni müxtəlif formada peçenyaları hazırlamaq olar. Sadəcə mən burada eyni formada hamısını yumru-yumru hazırladım. Əvvəlcədən yumurtanın ağını xəmirə istifadə eləmişdim, sarısını saxlamışdım üzəri üçün. Həmən sarını peçenyaların üzərinə çəkirəm və əvvəlcədən qızdırılmış 170 dərəcəli sobada bişirirəm. Peçenyaları çox qızartmağa ehtiyac yoxdur. Sadəcə qızıl rəng olsa kifayət eləyir. Hazır oldu. Həqiqətən olduqca ləzzətli, gözəl, kövrək, ovulub dağılan bir peçenyalar alındı. İnşallah siz də bu qaydada hazırlayarsınız və əminəm ki, çox bəyənəcəksiniz. Əgər bəyəndinizsə, bəyənmə düyməsinə toxunmağı unutmayın. Sağ olun.